Salam dostlar, söz analizi rubrikamız davam eləyir. Mən bu dəfə ney simvolundan danışmaq istəyirəm ki, Füzulidə çox işlənib. Füzulini başa düşmək üçün mütləq bu məsələdən agah olmaq lazımdır. Deməli, ney simvolunu ədəbiyyata Mövlana gətirib. Deməli, onun məsnəvisi belə başlayır. Dinlə neydən ki, hekayət etmədə, ayrılıqlardan şikayət etmədə. Yeri gəlmişkən deyim ki, Orxan Pamukun nəqqaşlıq sənətinə həsr olunmuş Mənim Adım Qırmızı romanındakı bir çox priyomlar məhz bu məqamdan gəlir. Yəni necə? Təsəvvür eləyin, Mövlanənin məsnəvisində ney başına gələn əhvalatları özü danışır. Yəni ney danışır. Pamukda da yəni əşyalar danışır, məsələn itin şəkli danışır, ölmüş adam danışır və s. Yəni o priyomu o Mövlanədən götürüb, ümumiyyətlə o əsərdə Mövlanənin həm həyatından, şəmsinə münasibətindən, həm də ümumiyyətlə tasavvufdan xeyli təsirlənmələr var. Deməli, neyin hekayəti necədir? Deməli, İslam Peyğəmbəri ilk dəfə Həzrət Əliyə İslamın mahiyyətini açanda, deməli, Əlinin yaşı biraz yeniyetmə olur da, hələ tam formalaşmadığı üçün bu sirrə dözə bilmir, yəni bu ağırlığa dözə bilmir, gedir bunu bir quyuya danışır və Məhəmməd ona deyir ki, bu sirri heç kimə açma, çox təhlükəlidir, bizi öldürərlər. Yəni Əli də dözə bilmir, insanlara demir, ancaq gedir bir quyuya danışır, sirri yəni quyuya danışır və rəvayətə görə o quyudan su başlayır daşmağa, həmin sudan qamışlar əmələ gəlir, qarğılar əmələ gəlir, o qarğılardan kimsə kəsib bir ney düzəldib üfləyən kimi Məhəmməd Peyğəmbər deyir ki, sirrimizi açdılar. Yəni buradan Mövlanaya görə belə bir inanc əmələ gəlib ki, yəni ney əslində İslamın, irfanın mahiyyətini açır. O səs, yəni ney çalınanda o hekayətlər yada düşür. Doğrudan da belədir. Ney çalınanda mütləq bir fanilik duyğusu adamı bürüyür. Yəni Tanrı eşqi insanın içində əmələ gəlir. Bir kədər yaradır insanda. Ancaq çox işıqlı bir kədər yaradır. Axırı ümidli bir kədər yaradır da. Yəni negativ heç nə vermir insana. Və o səpkili irfan şeirləri də məsələn nə qədər kədərli olsa da o Kərbaladan gələn müəyyən ağırlı məqamlar olsa da, məsələn Əzzaman həsrəti, Həzrət Əlinin həyatına bir kövrək münasibət, bir iç duyğulu münasibət olsa da, insanın həmişə qəlbində, ruhunda bir işıq yandırır. Yəni heç vaxt negativ olmur. Bu əhvalatı indi görün Füzuli necə izhar eləyir, belə deyək də. Yəni mən Mövlanəni orijinaldan oxumamışam və düşünmürəm ki, Mövlana özü belə yəni bu əhvalatı Füzuli qədər gözəl və poetik ifadə eləsin. Yəni mən demirəm belədir, mən düşünə bilmirəm. Çünki fars dilində orijinalda bu qədər duya bilmədiyim üçün bu qərara gəlməkdə yəni müəyyən qədər haqqım var da. Yəni bilməyən adam həmişə haqlı olur, yəni belə desək. Deyir ki, ney kimi hər dəm ki bəzmi vəslini yad eylərəm. Yeri gəlmişkən ney də onun ah naləsi Mövlanaya görə nədən ibarətdir? O qamışlıqdan deməli kəsilib deməli ayrı düşdüyünə görə başlayır kədərli əhvalatlar danışmağa. Necə ki insan ələst aləmindən, ruhlar aləmindən, Tanrının hüzurundan bu dünyaya imtihan üçün gəlir və başlayır deməli kədərli şeirlər yazmağa, kədərli ömür yaşamağa. Yəni imtihan insan üçün kədərdir. Yəni öz yarından, öz Rəbbindən, öz yaradılışından uzaqdakı imtihan günlərini, məsələn Füzuli onu ruzi şəbi hicran deyir Füzuli ona. Füzuli ömrə şəbi hicran deyir. Şəbi hicran yanar canım, tökər qan çeşmi giryanım. Yəni onu hicran dəqiqələri kimi dəyərləndirirlər. Yəni bu mənada indi görün Füzuli həmin ney simvoluna necə münasibət göstərir. Ney kimi hər dəm ki bəzmi vəslini yad eylərəm. Bəzim məclisdir, vəsil vüsaldır. Vüsal məclisini ki yada salaram, ələst aləmi sənin hüzurunda olduğun məqamları yada salaram. Ta nəfəs vardır, quru cismimdə fəryad eylərəm. Ney kimi hər dəm ki bəzmi vəslini yad eylərəm. Ta nəfəs vardır, quru cismimdə fəryad eylərəm. Neyin də içindən nəfəs gəlib gedir. Qarğı, qamış da quruyandan sonra ondan neyi düzəltmək olur. Eyni zamanda Füzuli də deyir ki, mən bu arıqlamış cismimdən nə qədər ki nəfəs gedib gəlir, insanın içindən də nəfəs gedib gəlir də. Nə qədər nəfəs gedib gəlir, mən sənin həsrətinlə ah nalə eləyəcəm. Təkrar eləyirəm. Ney kimi hər dəm ki bəzmi vəslini yad eylərəm, ta nəfəs vardır, quru cismimdə fəryad eylərəm. Başqa bir beytində isə deyir ki, nalədəndir ney kimi avazı-i eşqim bülənd, nalə tərkin qılmazam, ney tək kəsilsəm bəndi mən.
Burada bir idiomatik ifadə ilə də zarafatlaşır. Deyir ki, məni tikə-tikə doğrasalar da, bənd-bənd kəssələr də filan şey eləmərəm. Yəni mümkün deyil də bu mənada və üstəlik neyi də ümumiyyətlə düzəltmək üçün qızdırılmış bir dəmirlə onun bəndlərini ehtiyatla deşirlər və deyilənə görə o qızmış dəmir əgər o divarlarına dəysə ney lazımı səsi verməyəcək, gərək toxunmasın. Ustalıqla onun o bəndlərini bir-bir deşirsən ki, hava rahat işləsin. Bunu həmin bu deməli adi bir ustalıq hadisəsini də götürüb məsələn idiomatik ifadə ilə bir yerdə necə gözəl poetik bir nəticəyə varıb. Bir də deyirəm. Nalədəndir ney kimi avazəyi eşqin bülənd, nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd. Yəni mən özüm bir yana, mənə elə gəlir ki, Mövlanə Azərbaycan dilini bilsəydi və bu şeirləri oxusaydı Füzuli əhsən deyərdi. Məncə biz də əhsən deyək. Ruhu şad olsun, sağ olun.